Müqəddəs Ramazan bayramı münasibəti ilə Bakıda bayram namazı qılınıb. Bayram namazının qılınmasına Əjdərbəy məscidində saat 8:00-da, Təzəpir məscidində isə saat 9:00-da başlanılıb. Bayram namazına Azərbaycanda yaşayan xarici ölkə vətəndaşları da qatılıblar. Namazın ardından dualar edilib. Dünyamıza sülh, ölkəmizə əmin-amanlıq, xalqımıza firavanlıq arzulanıb. Allahdan ordumuza güc-qüvvət, yaralılara şəfa, şəhidlərimizə rəhmət dilənib. Tezliklə bu müharibələrin dayanmasını biz Allah Teala'dan dua elədik və Azərbaycanı bu günləri mən təbrik elədim ki, bugün Allah Teala imkan yaradıb ki, torpaqları, azad torpaqlarda məscidlərdən azan səsləri gəlir. Həm Novruz bayramını qeyd edirik, həm də Ramazan bayramını qeyd edirik. Allah Teala bizim bu bayramlarımızı həmişə mübarək eləsin. Amma bununla beraber bu torpaqların azadlığı üçün qanından keçən, canından keçən şəhidlərimizi Allah Teala rəhmət eləsin. Allah Teala bizim qazilərimizə də can sağlığı versin. Bizə bir daha müharibəni göstərməsin. Allah Teala bizim Ali Başkomandan, rəhbərimiz İlham Əliyev cənablarına can sağlığı versin. Çox çətin dövrdə dövlətə rəhbərlik eləmək onun boynuna düşdü.